Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizə funksiyanın böhran nöqtəsi, funksiyanın artma və azalma aralıqları, ekstrem nöqtələri, ən böyük və ən kiçik qiymətləri bölməsinin testlərinin 41-dən sonrasını izah edəcəm. 41-ə qədər olan testlər bundan əvvəlki video izahda var. Ona baxarsınız, kimin orada sual olarsa. Baxaq 41-ci suala. Fx bərabərdir 2x kubu çıxaq 9x kvadratı üstə gələk 12x üstə gələk 3 funksiyasının maksimumunu tapın. Funksiyanın maksimumunu tapmaq üçün törəməni tapıb sıfıra bərabər edirik. Alınır 6x kvadratı çıxaq 18x üstə gəl 12 bərabərdir 0. 6-ya bölsək qalır x kvadratı çıxaq 3x üstə gəl 2 bərabərdir 0. Məlumdur ki, kökləri cəmi 3-dür. Kökləri hasili 2-dir. Tənliyin köklərini tapdıq. x1 bərabərdir 1, x2 bərabərdir 2. Deməli, nə edirik biz? Əsas məsələ bundan sonra başlayır. Funksiyanın maksimumunu tapın. Baxın uşaqlar, funksiyanın maksimum nöqtəsini tapmaq üçün törəməni tapıb sıfıra bərabər edirik, köklərini tapırıq. Daha sonra ədəd oxu çəkib, ədəd oxunda aralıqları müəyyən edirik. Funksiyanın müsbət və ya mənfi olduğu aralığı tapırıq. İndi baxaq. Birdən kiçik bir qiymət götürək. Tutaq ki, 0. Həmin bu 0 qiymətini biz işarələri müəyyən etmək üçün funksiyanın törəməsində yerinə yazırıq. Özündə yox, törəmədə. Bunun alt törəməsi 6x kvadrat çıxaq 18x üstə gəl 12-dir. Törəmədə yerinə 0 yazanda 0 çıxaq 0 üstə gəl 12 oldu 12. 12 müsbətdirsə, deməli birdən kiçik bütün qiymətlərdə bu funksiyanın törəməsinin qiyməti müsbət olur. Sonra 1 ilə 2-nin arasında 1/5 qoyaq. 1/5 qoyanda 6 vuraq 1/5-in kvadratı 2,25. Çıxaq 18 vuraq 1,5 üstə gələk 12. 6-nı deməli 2,25-ə vuranda 13,15 olur. 13,5. Aha. Sonra çıxaq 18 1,5-ə vuranda olur, səhv etmirəmsə 27. 27-nin üstünə də 12 gələndə o da oldu neçə? 25,15 çıxaq 27. Buradan da cavab qaldı mənfi 1,15. Mənfi olduğuna görə biz mənfi götürürük. Bir də 2-dən böyük ədəd götürək. 3 olsun. 3 qoyanda oldu 6 vuraq 9 çıxaq 18 vuraq 3 üstə gəl 12. Bu da oldu 54 çıxaq 54 üstə gəl 12. Cavab oldu 12. O da müsbət qiymətdir. İndi biz bura nəyə fikir veririk? Tam diqqətli olaq. Maksimum minimum nöqtənin tapılması. Maksimum minimum nöqtənizi tapırıq. Əgər funksiyamız əvvəl artıb sonra azalırsa bu maksimum qiymətdir. Yox, azalıb sonra artırsa bu bunun minimum nöqtəsidir. İndi yazırıq. Bu funksiyanın maksimum nöqtəsi x maksimum nöqtə olur 1, x minimum nöqtə olur 2. Amma bizdən maksimum minimum nöqtəni soruşmur. Bizə deyir ki, baxın misal şərtinə, funksiyanın maksimumunu tapın. Funksiyanın maksimumunu tapmaq üçün aldığımız qiyməti funksiyada yerinə yazırıq. O da olur f1 bərabərdir. Yerinə 1 qoyanda oldu 2 vur 1 çıxaq 9 vur 1 üstə gələk 12 üstə gəl 3. O da oldu mənfi 7 üstə gəl 15. Cavab oldu 8. Deməli funksiyanın maksimumu maksimum nöqtəni yerinə qoyanda alınır 8. Cavab oldu C variantı. 42-ci suala baxaq. Deməli, fx funksiyasının maksimum nöqtəsini soruşur. Yenə funksiyanın törəməsini tapıb sıfıra bərabər edirik. Daha sonra olur nə? 10x üstü 4 çıxaq 10 bərabərdir 0. 10x üstü 4 bərabərdir 10. X üstü 4 bərabərdir 1. X də bərabərdir müsbət mənfi 1-ə. Funksiyanın maksimum necə tapırıq? Yazırıq mənfi 1, müsbət 1. Yenə mənfi 1-dən kiçik bir qiymət qoyaq. Harda yerinə qoyuruq dedik? Törəmədə. Mütləq plus minus plusu müəyyən etmək üçün törəmədə yerinə yazırıq. 10 vuraq. Mənfi 1-dən kiçik tutaq ki, mənfi 2 qoyaq. Mənfi 2 üstü 4 çıxaq 10. Məlum məsələdir ki, buradan alınan cavab müsbət olacaq. Oldu müsbət. Mənfi ilə müsbətin arasında qoyulan qiymət, ən yaxşı qiymət 0-dır. Daha rahat hesablanır. Olur 10 vuraq 0-ın üstü 4 çıxaq 10. Bu da mənfidir. Mənfi 10. Birdən böyük, məsələn 2 qoysaq törəmədə. O da oldu 2, məsələn oldu nə? 10 vuraq 2, deməli 2 üstü 4 çıxaq 10. Bu da baxana görünür elə müsbətdir. İndi bunu yazandan sonra biz dedik ki, maksimum minimum nöqtələri tapmalıyıq. Əvvəl artıb sonra azalırsa maksimum nöqtə, azalıb sonra artırsa minimum nöqtə.
Bu funksiyanın maksimum nöqtəsi oldu -1, minimum nöqtəsi oldu 1. Amma bizə maksimum nöqtəni soruşmur. Funksiyanın maksimumunu soruşur. Ona görə harda yerinə yazırıq? Funksiyada. Törəmədə yox ha, funksiyada. 2 vuraq -1-in üstü 5, çıxaq 10 vuraq -1, üstə gəl 4. Bu da oldu -2 üstə gəl 10 üstə gəl 4. Cavab oldu 12 C variantı. 43-cü sualda deyir ki, f(x) bərabərdir 2 kosinus x üstə gələk 4x üstə gəl 11 funksiyası üçün hansı təklif doğrudur? Artandır, azalandır və biz indi onu müəyyən edirik. Funksiyanın artma azalmasını tapmaq üçün artan funksiya olmaq üçün törəmə sıfırdan böyük olmalıdır. Azalan olmaq üçün törəmə sıfırdan kiçik olmalıdır. Gəlin bu funksiyanın törəməsini tapaq. Bu funksiyanın törəməsi olur -2 sinus x. Çünki kosinusun törəməsi mənfi sinusdur. Üstə gələk 4. İndi baxırıq. Görək bu funksiya artandı yoxsa azalandı. Biz bilirik ki, sinus x-in deməli qiymətlər çoxluğu -1-1 aralığındadır. -1-1 aralığında qiymətlər qoyaq. Tutaq ki, -1 qoyaq. Funksiyadan nə alınır -1 qoysaq? Olur 2 üstə gəl 4, 6 alınır. Məsələn, -1-1 aralığında 0 yazaq. 0 yazanda nə olar? -2 vuraq 0 üstə gəl 4. O da oldu 4. Tutaq ki, 1 yazaq. 1 yazanda sinusun yerinə olur -2 vur 1 üstə gəl 4. Cavab oldu neçə? 2. Baxırsınız, -1-1 aralığında istənilən qiymət yerinə qoysaq, bu funksiyanın törəməsindən alınan cavab müsbətdir. Əgər törəmə müsbətdirsə, yəni sıfırdan böyükdürsə, deməli bu artan funksiyadır. Hansı qiymətlərində? İstənilən qiymətində. Ona görə cavab olur A variantı. 44-cü sualda yenə oxşar sualdır. Deməli, törəməni tapırıq. Olur nə? 2 kosinus x çıxaq 4. Sonra kosinusun qiymətlər çoxluğu məlum məsələdir ki, -1-1 aralığındadır. Onda f(x) bərabərdir. -1-1 aralığında kosinusa qiymət qoyaq. Tutaq ki, -1 qoyuruq. Olur 2 vuraq -1 çıxaq 4. Cavab oldu -6. 0 yazaq. Başqa qiymətlər də yaza bilərsiniz. 2 vuraq 0 çıxaq 4 oldu -4. Və yaxud da nə bilim, indi də 2-də 1 yazaq. 2 vuraq 2-də 1 çıxaq 4 oldu -3. Nə bilim, yaza bilərik 1. 2 vuraq 1 çıxaq 4 -2. Yəni baxırıq ki, kosinus x-in istənilən qiymətində buradan alınan cavablar mənfi olur. Törəmənin cavabı mənfidirsə, deməli bu x-in istənilən qiymətində azalan funksiyadır. Ona görə mənfi sonsuzluqdan müsbət sonsuzluğa azalandır D variantı. 45-ci suala baxaq. Deyir ki, funksiyası -1-4 parçasında ən böyük qiymət alır. Biz dedik ki, funksiyanın ən böyük ən kiçik qiymətini tapmaq üçün törəməni tapıb sıfıra bərabər edirik. Birinci şərt. Törəməni tapıb sıfıra bərabər edirik. Buna kök altı funksiya kimi baxsa, kök altında x-in törəməsi 1/2 kök altında x-dir. Amma bizim misalda x kvadrat çıxaq 4x üstə gəl 20-dir. Mürəkkəbdir deyə kökün altından bir də törəmə tapırıq. Olur 2x çıxaq 4 bərabərdir 0. Hasil sıfıra bərabərdirsə, vuruqları ayrı-ayrı sıfıra bərabər edirik. Buradan bu sıfıra bərabər olmur. İndi 2x çıxaq 4 bərabərdir 0. 2x bərabər 4, x bərabərdir 2. X-in 2 qiymət. Deməli, əvvəlcə törəməni tapdıq, sıfıra bərabər elədik. Tənliyin kökünü tapdıq. Sonra tənliyin kökünü aralıqda yoxlayırıq. Görək bu aralığa daxildir, daxil deyil. -2, gəlin belə yazaq. -2, daha doğrusu müsbət 2. Müsbət 2, -1, 4 aralığın daxildirmi? Deyil, bəli, daxildir. Ona görə, daxil olduğuna görə törəmədə yox. Funksiyanın özündə bir dəfə x-in yerinə 2 yazırıq. Olur kök altında 4 çıx 8 üstə gəl 20. Oldu kök altında 16, oradan cavab 4 çıxdı. Bir dəfə -1 yazırıq. Oldu kök altında 1 üstə gəl 4 üstə gəl 20. Oldu kökdə 25, cavab çıxdı 5. Bir dəfə də 4 yazırıq. F4 olur kök altında 16 çıxaq 16 üstə gəl 20. Buradan da alındı kökdə 20. Bizə deyir parçasında ən böyük qiymət. Bunların içərisində ən böyük qiymət 5-dir. Elə bizdən də misal cavabı alındı 5 C variantı. 46-cı sualda oxşar sualdır. Yenə funksiyanın törəməsini tapıram. Olur 1/2 kök altında x kvadrat çıxaq 8x üstə gəl 40. Vuraq kökün altın törəməsi 2x çıxaq 8 bərabərdir 0. Törəməni tapdım, sıfıra bərabər elədim.
Yine ayrı-ayrı sıfıra bərabər edəndə birinci kökdən kök alınmır. 2x çıxaq 8 bərabərdir 0. 2x bərabərdir 8, x bərabərdir 4. Yoxlayaq. 4 mənfi 1, 5 parçasına daxildirmi? Deyirik, bəli, daxildir. Ona görə funksiyanın özündə bir dəfə yerinə 4 yazırıq. Olur kök altında 16 çıxaq 32, üstə gələk 40. Oldu kök altında 56 çıxaq 32, qaldı kök altında 24. İkinci, mənfi 1 yoxlayaq. Olur kök altında 1 üstə gəl 8 üstə gəl 40. Cavab oldu kökdə 49. 49-dan kök 7 çıxdı. Bir dəfə yerinə 5 yazırıq funksiyada. Oldu 25. Aha, 25. 25 çıxaq 40 üstə gələk 40. O da oldu kök altında 25. 25-dən kök 5 çıxdı. Parçasında ən böyük qiymət 7-dir. Çünki 24-dən də təxminən 4 tam nə qədər çıxır? Bunların içərisində ən böyük ədəd 7, A variantı. 47-ci suala baxaq. Baxın uşaqlar. Deyir ki, AB parçasında kəsilməz y bərabərdir fx funksiyasının törəməsinin qrafikinə əsasən fx funksiyasının ekstremum nöqtələrinin sayını tapın. Baxın, əvvəldə 6-cı sualda olmalıdır, səhv etmirəmsə. Belə bir sual var. Orada da deyir ekstremum nöqtələrin sayını tapın. Baxın, indi əlaqələndirəcəm bunu, qarışdırmayası deyə. Belə bir tutaq ki, funksiya verib, kəsilməz funksiya. Deyir ekstremum funksiyanın deyir, törəməni demir. Deyir funksiyanın ekstremum nöqtələrini tapın. Funksiyanın dediyinə görə sadəcə çökəklər və zirvələr belə deyil. Bunları götürürük. Neçə ekstremum nöqtəsi var? Deyək ki, bu da buradan aşağı gəlir də belə. Belə. Bu bunun ekstremum nöqtəsidir. Funksiyanın. Amma bizə törəmənin desəydi ki, məsələn, ekstremum nöqtəsi var, onu törəməni tapırdıq. Deməli, mənfi, müsbət, müsbətdən mənfiyə, mənfidən müsbətə, müsbətdən mənfiyə, mənfidən müsbətə keçidlərdir də bunlar. Əgər funksiyanın ekstrem nöqtələrini tap desəydi, biz bu nöqtələri götürərdik. Bax, mənfidən müsbətə keçən minimum nöqtə, müsbətdən mənfiyə keçən, bu da olur nə? Yəni maksimum nöqtə, mənfidən müsbətə keçən minimum nöqtə, müsbətdən mənfiyə keçən maksimum nöqtə, mənfidən müsbətə keçən minimum nöqtə. Bunun deməli, minimum və maksimum nöqtəsi bir yerdə 5 ədəddir. Bunlar da maksimum, minimum bir yerdə adlanır ekstremum nöqtə. Baxın, deməli, ümumiləşdiririk ki, funksiyanın ekstremum nöqtəsi desə, bu qırmızı işarələdiklərimi götürürük. Yox, törəmənin ekstremum nöqtəsi desə, bu kəsdiyi hissələri götürürük. İndi bizdə, baxın, burada 6-cı sual olmalıdır. 6-cı suala baxırsınız. Burada deyir ki, qrafiki verilmiş fx funksiyasının AB intervalında neçə ekstremum nöqtəsi var? Funksiyanın ekstremumu dediyinə görə, bax, biz deyirik 1, 2, 3, 4, 5, 6, 7, 8. Amma indi 47-də necədir, ona baxaq. 47-də bizə deyir ki, AB parçasında kəsilməz fx funksiyasının törəməsinin qrafikinə əsasən. Deməli, bu qrafik törəmənin qrafikdir. Funksiyanın ekstrem nöqtəsini tap deyəndə biz dedik ki, deməli, mənfidən müsbətə keçirsə bir ekstrem nöqtə budur, müsbətdən mənfiyə doğru keçirsə biri budur, mənfidən müsbətə doğru keçirsə digəri budur. Deməli, bunun neçə ekstrem nöqtəsi oldu? 3 dənə. Bir dənə funksiyanın qrafiki, törəmənin qrafiki. Bu fərqləri bilsəniz, ekstrem nöqtələrin sayını rahat tapa bilərsiniz. 48-ci suala baxaq. Mənfi 8, 4 intervalında təyin olunmuş fx funksiyasının y bərabərdir f törəmə x törəməsinin qrafiki verilmişdir. Mənfi 4, 3 parçasında hansı nöqtədə fx funksiyası ən kiçik qiymət alar? Mənfi 4, 3 parçası, mənfi 4 oldu, mənfi 4. Deməli, nöqtəsi budur, bu da 3 nöqtəsidir. İndi bu aralıqda təyin olunmuş ən kiçik qiymət. Biz baxırıq, mənfi 4-dən 3-ə qədər funksiya artandı, yəni x oxundan yuxarıda yerləşib. İndi bizə deyir ki, funksiyanın ən kiçik qiyməti. Ən kiçik qiyməti ilə onda x olur, mənfi 4. Bu aralıqda ən kiçik qiymət mənfi 4-dür. 49-cu suala baxaq. Fx bərabərdir x kubu çıxaq 12x kvadrat üstə gələk 36x plus 5 funksiyasının azalma aralığı pq olarsa p çıx q çıx p fərqini tapın. Biz azalma aralığı olaraq bunun törəməsini 0-dan kiçik bərabər götürək. Olsun 3x kvadratı çıxaq 24x üstə gələk 36 kiçik bərabərdir 0. 3-ə bölsək x kvadrat çıxaq 8x üstə gələk 12 kiçik bərabərdir 0.
Bunun kökləri olur 2 və 6. Ədəd oxunda yerinə qoyub yoxlasaq 2-dən 6-ya kimi. O da oldu plus minus plus. Bunun azalma aralığı oldu 2-dən 6-ya. İndi bizə deyir P-yə Q-ni tap. Deməli P-nin yerində 2 durur, Q-nin yerində 6 durur. Bizə deyir ki Q çıx, P-ni tap. Yəni 6-dan 2-ni çıxırıq, cavab qalır 4. 50-ci suala baxaq. Deməli fx bərabərdir. Yenə törəməni tapırıq burada. Olur nə? 6x kvadratı çıxaq 42x üstə gəl 60 azalma aralığı kiçik bərabər 0. 6-ya böldüm x kvadratı çıxaq 7x üstə gələk 10 kiçik bərabər 0. Bunun kökləri oldu 2 və 5. Ona görə də azalma aralığı 2, 5. Bu da funksiyada yerinə qoyub yoxlayırıq. Plus, minus, plus işarəmiz olur kiçik. Deməli bunun azalma aralığı 2-dən 5-ə kimidir. Onda P oldu 2, Q oldu 5. Bizdən də 5 ilə 2-nin fərqini soruşur, oldu 3. 51-ə baxaq. 51-də deyir ki, M parametrin hansı qiymətində x bərabərdir mənfi 1 ədədi bu funksiyanın ekstrem nöqtəsi. Ekstrem nöqtəsi törəmənin 0-a bərabər olduğu nöqtədən tapırdıq. Bunun törəməni tapanda olur 3x kvadratı M çıxaq 6x çıxaq 12 bərabərdir 0. X-in mənfi 1 qiymətində 0 olur bu. 3 vur mənfi 1-in kvadratı vuraq M. 6 vur mənfi 1 çıxaq 12 bərabərdir 0. O da oldu 3M. Üstə gəl 6 çıxaq 12 bərabər 0. 3M bərabərdir 6. M də bərabərdir 2. A variantı. 52-də də deyir ki, M-in hansı qiymətində x bərabərdir 1 ədədi bu funksiyanın ekstrem nöqtəsidir. Funksiyanın ekstrem nöqtəsi törəmənin 0-a bərabər olduğu nöqtədir. Buradan tapırıq. İndi buradan da x-in bir qiymətində 3 vur 1 çıxaq 10m üstə gəl 17 bərabər 0. 10m bərabərdir 20. M də bərabərdir 2. Y variantı. 53-ə baxaq. Fx funksiyası verib mx kubu üstə gələk nx kvadratı çıxaq 6x üstə gəl 3. Funksiyasının maksimum nöqtəsi mənfi 1, minimum nöqtəsi 1 olarsa m və m parametrlərinin qiymətini tapın. Maksimum minimum nöqtə törəmənin 0-a bərabər olandan, törəmənin 0-a bərabər edib köklərini tapandan sonra bizə də doxunda yoxlayırdıq, oradan tapırdıq maksimum minimumu. İndi bunun da birinci törəməsini tapaq. 3mx kvadratı üstə gəl 2nx çıxaq 6. İndi bunun maksimum nöqtəsi mənfi 1-dirsə, yəni biz deyək ki, x-in mənfi 1 qiymətində bu funksiyanın törəməsi 0 olur. Ona görə olur 3m mənfi 1-in kvadratı 2n mənfi 1 çıxaq 6 bərabərdir 0. Bir də x-in 1 qiymətində minimum qiymət olur. Ona görə bir dəfə də yerinə 1 qoysaq, 1-in kvadratı 2n vuraq 1 çıxaq 6 bərabərdir 0. Bunlar sistem təyin edək. 3m çıxaq 2n çıxaq 6 bərabər 0. 3m üstə gəl 2n çıxaq 6 bərabər 0. Bunlar getdi. 6m çıxaq 12 bərabər 0. 6m bərabərdir 12. M bərabərdir 2-yə. M bərabərdir 2 aldıq. İndi m-in yerinə 2 yazaq, n tapaq. Oldu nə? M bərabərdir 2. Buradan m-in yerinə 2 yazsaq. 3 vur 2 çıxaq 2n çıxaq 6 bərabər 0. 2n bu 6'lar getdi bərabər 0. N də bərabərdir 0-a. 54-cü suala baxaq. Deyir x1 və x2 ədədləri y bərabərdir 2x kubu çıxaq 9ax kvadratı üstə gələk 12a kvadratı x plus 1 funksiyasının uyğun olaraq maksimum və minimum nöqtələrdir. Maksimum və minimum nöqtəni biz dedik necə tapırdıq? Törəməni tapıb, verilən ədəd oxunda yerinə yazıb, plus minus edirik. Müsbətdən mənfiyə doğru dəyişərsə maksimum, mənfidən müsbətə doğru dəyişərsə bunun minimum nöqtə kimi götürdük. İndi deyir tutaq ki, x1 bunun maksimumudur, tutaq x2 də bunun nə idi? Minimumudur. Mənfidən müsbətə doğru dəyişib. İndi deyir a-nın hansı qiymətində x1-in kvadratı bərabərdir x2-yə. İndi biz maksimum minimum tapmaq üçün ilk öncə tənliyin törəməsini tapıb sonra köklərini tapırdıq. Bu tənliyin kök törəməsi olur 6x kvadratı çıxaq 12ax
üstə gəl 12 18 ay qız üstə gələk 12a kvadratı bərabərdir 0. 6-ya bölsək x kvadratı çıxaq 3ay qız üstə gələk 2a kvadratı bərabərdir 0. Bunun kökləri cəmi x1 üstə gələk x2 olur 3a, x1 vuraq x2 olur 2a kvadratı. Bunu belə yaza bilərik. Toplayanda 3a, vuranda 2a kvadratı kimi də yaza bilərik. Əvəz etməklə yerinə də yaza bilərik. Gəlin elə buradan tapaq. x1-in qiyməti olsun a, x2-nin qiyməti olsun 2a. Çünki kökləri cəmi 3a olur, hasili 2a kvadrat olur. Burada yerinə yazsaq verilən misalda. O da olur nə? A-nın kvadratı bərabərdir 2a. A-nın kvadratı çıxaq 2a bərabərdir 0. A-nı ortaq vurub çıxardığında a çıx 2 bərabər 0. A bərabərdir 0, a bərabərdir 2. A-nın 0 qiymətini götürsək biz bu minimum maksimum tapa bilmərik. Ona görə də a-nın 2 qiymətində bu bərabərlik doğrudur. Cavab oldu C variantı. 55-ci suala baxaq. Deyir ki, a-nın hansı qiymətlərində bu funksiyası və y bərabər a funksiyalarının qrafiklərinin yalnız 2 ortaq nöqtəsi var. Yalnız 2 ortaq nöqtənin olması üçün y bərabərdir a xətti funksiyanın maksimum və ya minimum nöqtəsindən keçməlidir. İndi baxın, bu funksiyanın maksimum və ya minimumundan keçməlidir. İndi biz nə edirik? Bu funksiyanın, verilən funksiyanın maksimum və minimum nöqtəsi necə tapırıq? Törəməni tapırıq. 3x kvadrat üstə gəl 6x çıxaq 9. 0-a bərabər edirik. Sonra tənliyin köklərini tapırıq. Olur -3 və 1. Maksimum minimum tapmaq üçün törəməni tapdıq, 0-a bərabər etdik, köklərini tapdıq. Daha sonra verilənləri funksiyada yerinə yazırıq. -3 yazanda olur -3-ün kubu. Üstə gələk 3 vuraq -3-ün kvadratı, çıxaq 9 vur -3. O da oldu -27 üstə gəl 27. Bu da oldu 9. Bu da oldu üstə gələk 27. 27'lər getdi, cavab oldu 27. Bir dəfə də funksiyada yerinə 1 yazsaq, olur 1'in kubu, üstə gəl 3, çıxaq 9, o da oldu -5. Deməli, a bərabərdir -5, bir də a bərabərdir 27. Bu nöqtələrdə funksiyalarının yalnız 2 ortaq nöqtəsi olur. 56-da deyir AB parçasında kəsilməz olan fx funksiyasının törəməsinin qrafikinə əsasən onun maksimum nöqtələrinin sayını tapın. Maksimum nöqtələrinin sayı müsbətdən mənfiyə keçid vəziyyətlərdir. Birinci baxaq, müsbətdən mənfiyə, mənfidən müsbətə keçir, müsbətdən mənfiyə keçir, burada mənfidən müsbətə, burada müsbətdən mənfiyə. İndi bizə deyir ki, bunun maksimum nöqtələrini tap. Maksimum nöqtə müsbətdən mənfiyə keçdiyi nöqtədir. Biri budur, digəri bu, bir də bu. 3 dənə. 57-ci suala baxaq. Deməli, AB parçasında kəsilməz olan fx funksiyasının törəməsinin qrafikinə əsasən onun minimum nöqtələrinin sayını tapın. Minimum nöqtəsi mənfidən müsbətə keçən hissədir. Baxın, mənfidən müsbətə keçən hissə biri budur. Mənfidən müsbətə keçən hissənin biri budur. Mənfidən müsbətə keçən hissənin də biri budur. Oldu 1, 2, 3 dənə. Bir nöqtə bu, biri bu, bir də bu. Amma burada biri də var. Baxın, burada da mənfidən müsbətə keçib. Bir nöqtədə bu. Cavabı oldu 4 dənə. %58-ci suala baxaq. Deyir, y bərabərdir. 2'nin üstündə -x kvadrat üstə gələk 2x çıxaq 1 funksiyasının 0, 2 parçasında ən kiçik qiymətini tapın. Ən böyük ən kiçik qiymət tapmaq üçün birinci funksiyanın törəməsini tapıb 0-a bərabər edirik. Bu funksiyanın törəməsi özü, vuraq ln 2, a üstü x-in törəməsi kimi baxırıq. Vuraq bir də qüvvətin törəməsi, -2x plus 2 bərabərdir 0-a. Ayrı 0-a bərabər etsək, 2'nin üstündə -x kvadrat üstə gəl 2x minus 1 0-a bərabər olmur. Ln 2 0-a bölünüb olsa 0 qalır. -2x üstə gələk 2 bərabərdir 0. -2x bərabərdir, -2x bərabərdir 1. X-in 1 qiymətini yoxlayırıq ki, X-in 1 olanda bu 0-2 aralığına daxildirmi? Bəli, 0-2 aralığına daxildir. Ona görə funksiyada bir dəfə X-in yerinə 1 yazırıq. Olur 2'nin üstə -1 üstə gəl 2 çıxaq 1. 2 üstə 0 cavab oldu 1.
Bir dəfə yerinə 0 yazırıq. Olur 2'nin üstünə 0 üstə gəl 0 çıxaq 1. Oldu 2 üstü mənfi 1, 2-də 1. Bir dəfə də yerinə 2 yazırıq. Olur 2'nin üstündə mənfi 4 üstə gəl 4 çıxaq 1. 2'nin üstündə mənfi 1 cavab oldu 2-də 1. Bizdən funksiyanın ən kiçik qiymətini soruşur. Cavab oldu 2-də 1, yəni 0,5. 59 da oxşar sualdır. Deməli, y bərabərdir. 2'nin üstündə x kvadrat çıxaq 2x çıxaq 1. Funksiyasının mənfi 1, 2 parçasında ən böyük qiymətini tapın. Yenə törəməni tapıb 0'a bərabər edirik. O da olur nə? 2'nin üstündə x kvadrat çıxaq 2x çıxaq 1. Vuraq elin 2. Bir də vuraq qüvvətin törəməsi 2x çıxaq 2. Bərabərdir 0. Bu 0 olmaz. 0'a bölündü getdi. Burada qaldı 2x çıxaq 2 bərabərdir 0. 2x bərabərdir 2x də bərabərdir 1'ə. X'in yalnız bir qiymətində bu hasil 0'a bərabər olur. İndi yoxlayaq. X'in bir qiyməti mənfi 1, 2 parçasına daxildirmi? Bəli, daxildir. Ona görə y-in yerinə 1 yazırıq. Olur 2'nin üstünə 1 çıx, 2 çıx 1. 2'nin üstünə mənfi 2, 4'də 1. Bir dəfə mənfi 1 yazırıq. Olur 2'nin üstündə 1 üstə gəl 2 çıxaq 1. 2'nin kvadratı 4. Bir dəfə də yerinə 2 yazırıq. 2 yazanda olur 2'nin üstündə 4 çıx 4 çıxaq 1. 2'nin üstündə mənfi 1 oldu 2'də 1. Bizə deyir ki, bu parçasında ən böyük qiymət. Parçada ən böyük qiymət oldu cavab 4. 60-cı suala baxaq. Yenə y bərabərdir 3x kvadratı çıxaq x kubu üstə gələk 10 funksiyasının 0, 4 parçasında ən böyük qiymətini soruşur. Birinci ən böyük kiçik qiymət tapmaq üçün törəməni 0'a bərabər edirik. 6x çıxaq 3x kvadratı bərabər 0. X ortaq vuruq çıxartdıq. 6 çıxaq 3x bərabər 0. Köklərindən biri oldu 0. Digəri oldu, tənliyi həll etsək 2. Yəni bu tənliyi 0'a bərabərsə x alınır 2. Sonra baxırıq 0. 0, 4 parçasına daxildirmi? Bəli. Bəs 2, 0, 4 parçasına daxildirmi? Bəli. Ona görə bu 4 qiymətin 4'ünə yoxlayırıq. Birinci. Y 0 tapıram. Olur 0 çıxaq 0 üstə gəl 10 oldu 10. Funksiyada tapıram ha, törəmədə yox. Sonra bir dəfə yerinə nə yazırıq? Sonra ikinci y 0 tapdıq. Y 1'i tapırıq. Olur 3 çıxaq 1 üstə gəl 10 oldu cavab 12. Bir dəfə də y 4'ü tapırıq. 4'ü tapanda nə oldu? 3 vur 16 çıxaq 4'ün kubu 64 üstə gəl 10. O da 48'dən 64 çıxdıq. Qaldı cavab mənfi 16. O da mənfi 6. Bir də dördüncüdə də y 2'ni tapdıq. O da oldu nə? Deməli 3 vuraq 4 çıxaq 8 üstə gəl 10. 12'dən 8 çıxdıq 4. 4'ün üstə 10 gəldik 14. Bizə parçasında ən böyük qiymət soruşur. Cavab oldu 14. 14. 61-ci sualda yenə oxşar sualdır. İlk öncə törəməni tapıb 0'a bərabər edirik. Törəməni tapanda olur nə? 6x çıxaq 3x'in kvadratı bərabər 0. X'i ortaq vuruq çıxartdıq. Bərabər 0. x1 bərabərdir 0. 6 çıxaq 3x bərabər 0. Mənfi 3x bərabərdir mənfi 6. x2 bərabərdir 2. İndi mənfi bir parçasında ən kiçik qiymət soruşur. Mənfi bir parçasında ən kiçik qiymət baxaq. Deməli 0 mənfi 1-1'ə daxildirmi? Bəli. 2 daxildirmi? Xeyr. Ona görə də biz bunu götürmürük. 2 parçaya deməli mənfi bir parçasında 2 daxil deyildi. O qiyməti yoxlamayacaq. Deməli y 0 tapaq. Olur 3 vur 0 çıxaq 0 üstə gəl 3. Cavab oldu 3. Bir dəfə mənfi 1 tapaq. 3 vur mənfi 1'in kvadratı çıxaq mənfi 1'in kubu üstə gəl 3. O da 3 üstə gəl 1 üstə gəl 3 oldu 7. Bir dəfə də y 1'i tapaq. Oldu 3 çıxaq 1 üstə gəl 3 oldu cavab 5. İndi funksiyanın ən kiçik qiymətini soruşur. Cavab oldu 3. 62. Deməli f(x) bərabərdir x vuraq y üstü mənfi 2x funksiyasının artma aralığına daxil olan ən böyük ədəd tapın.
Artma aralığı məlum məsələdəki törəmənin sıfırdan böyük olduğu aralıqdır. Bu funksiyanın törəməsini tapsaq, hasilin törəməsi kimi tapmalıyıq. Birincinin törəməsi vuraq ikinci, üstə gələk birincinin özü qalır, ikincinin törəməsinə vururuq. Böyükdür 0. X-in törəməsi 1, y üstü mənfi 2x. Üstə gələk x vuraq, y üstü mənfi 2x-in törəməsi mənfi 2x vuraq mənfi 2. Niyə mənfi 2? Çünki 2x orada mürəkkəb funksiyadır. Sonra buradan y üstü mənfi 2x ortaq vuruq çıxarsaq, 1 çıxaq 2x böyükdür 0 qalır. Biz də deyirik bərabərsizlikdə x-in qarşısı mənfi olmaz. Ona görə işarəni dəyişirik. 0-dan kiçik olur. Bu da olur y-in üstü mənfi 2x kiçikdir 0-dan. Bu olmaz. Çünki buradan həmişə alınan qiymət 0-dan böyük olur. Niyə? Çünki 1 bölə y üstü 2x yazırıq. Burada x-ə nə qoyursan qoy 0-dan böyük olur. İndi 2x çıxaq 1 kiçikdir 0-dan. Buradan 2x kiçikdir 1-dən. X də kiçikdir 2-də 1-dən. İndi bunu yazsaq 2-də 1-dən kiçik. 2-də 1-dən kiçik. Mənfi sonsuzdan 2-də 1-ə kimi götürürük. Amma burada başlanğıc nöqtədir. 2-də 1-in özünə daxil edirik. İndi bizə deyir ki, artma aralığına daxil olan ən böyük ədədir. Ən böyük tam ədəd demir. Ən böyük ədəd deyirdi. Cavab mən 2-də 1-i götürəm. Ən böyük tam ədəd desəydi 0-ı götürərdim. Ona görə diqqətli olaq. 63 də oxşar sualdır. Sadəcə burada tam ədəd sözünü işlədir. Baxın. Eyni şey yox. Burada x-in üstü müsbətdir. Deyə bilərik ki, törəmənin deməli azalma aralığı. Azalma aralığı törəmənin 0-dan kiçik olduğu aralıqdır. Mənfi x-in törəməsi. Vuraq y üstü 2x. Üstə gələk y üstü 2x-in törəməsi. Vuraq mənfi x. Kiçikdir 0. O da mənfi y üstü 2x. Çıxaq x vuraq y üstü 2x vuraq 2. Kiçikdir 0. Çünki mürəkkəbdə yenidən törəmə tapdım. Y üstü 2x ortaq vuruq çıxartdıq. Mənfi 1 çıxaq 2x kiçikdir 0. Bu da y üstü 2x. Mənfi vur işarəni dəyişirəm. 2x plus 1 böyükdür 0. Y üstü 2x. Baxın. Y üstü 2x 0-dan böyükdür. X-in hansı qiymətində? İstənilən qiymətində. Çünki x-ə nə qoyuruq qoyaq? Müsbət cavab alınacaq. Ona görə 2x plus 1 böyükdür 0. 2x böyükdür mənfi 1. X də böyükdür mənfi 2-də 1. Mənfi 2-də 1-dən böyük olan deməli ən kiçik tam ədəd 0-dır. Ədəd desəydi başlanğıc nöqtə olaraq mənfi 2-də 1-in özünü götürərdik. Amma tam ədəd dediyinə görə cavab oldu 0. Sonra baxaq 64. 64-də deyir ki, a-nın kvadratı üstə gələk b-nin kvadratı bərabərdir 6 olarsa, AB hasilinin ən böyük qiymətini tapın. Biz deyə bilərik ki, məsələn, a çıx b-nin kvadratı böyük bərabərdir 0-dan. Yəni 2 ədədin fərqinin kvadratı ya həmişə 0-dan böyükdür, ya da ki 0-a bərabərdir. Bunu açıb sadələşdirsək olur a kvadratı çıxaq 2ab üstə gəl b kvadratı böyük bərabər 0-dan. A kvadrat üstə gəl b kvadratın qiyməti 6-dır. 6 çıxaq 2ab böyük bərabər 0-dan. Burada mənfi 2ab böyük bərabərdir mənfi 6. AB də kiçik bərabərdir 3. AB hasilinin ən böyük tam qiyməti bərabərlik var deyə elə 3 ola bilər. 65. Deməli, x böyükdür 0 olarsa, fx bərabərdir x üstə gələk 36 bölək x funksiyasının ən kiçik qiymətini tapın. Ən böyük ən kiçik qiymət tapmaq üçün birinci törəməni 0-a bərabər edirik. X-in törəməsi 1. 36 bölək x-in törəməsini 36 bölək x kvadratı yaza bilərik. Niyə? Çünki 1 bölək x-in törəməsi nisbətin törəməsi kimi tapsaq alınır mənfi 1 bölək x kvadratı. Və yaxud da ki, belə də yaza bilərik. Lap çaşırsınızsa belə yazın. X üstə gələk 36 vuraq x-in üstü mənfi 1. Bunu da törəməsini tapanda x-in törəməsi 1 olur. 36 vuraq mənfi 1 qarşıya gəlir. Mənfi 1 çıxaq 1 olur. Bu da olur 1 üstə gələk 36 bölək mənfi x kvadratı. Buradan alınır. Aha. Bunun törəməsini tapdıq. 0-a bərabər etdik. O da oldu 36 bölü x kvadratı bərabərdir 1. X kvadratı bərabərdir 36. X də bərabərdir müsbət mənfi 6. İndi bizə bunu ayırım buradan bağlanma hissəsidir. Aha. Bizə funksiyanın ən kiçik qiymətini soruşur.
Deməli, x-in sıfırdan böyükdür qiymətidirsə, deməli, x-in biz 6 qiymətini götürüb, funksiyada yerinə qoyub ən kiçik qiymət tapırıq. Onda f(x) bərabərdə olur 6 üstə gələk 36 bölü 6. 6 üstə gəl 6, cavab oldu 12. 66'ya baxaq. 66'ını da yazacağım. Baxın, bu hissəsinin ətrafı bir də yazaram. f(x) bərabərdir x üstə gələk 16 bölü x funksiyasının ən kiçik qiymətini tapın. Birinci törəməni tapıb sıfıra bərabər edirik. Gəlin törəməni necə tapaq? Olur x üstə gələk 16 vuraq x-in üstü -1. Bunu sadələşdirdik. İndi bunun törəməsini tapırıq. Necə törəmə tapırıq? X-in törəməsi 1. 16 vuraq -1. Vuraq x-in üstü -1 çıx 1. Hansı düstura görə yazdıq? X üstü n düsturu var idi. X üstü n bərabərdir törəməsi. N vuraq x-in üstü n-1. Həmin düsturdan istifadə etdik. Qüvvət qarşıya gəldi. Qüvvətdən də birini çıxdıq. Aha. İndi bizə nə deyir? Törəməni tapandan sonra misal sıfıra bərabər edirik. Olur nə? 1 çıxaq 16 bölək x-in kvadratı bərabər 0. Çünki -1-dən -1-ə -2 olur. 16 bölü x-in kvadratı oldu 1. X-in kvadratı oldu 16. X də bərabərdir müsbət -4. Bizdən x-in sıfırdan böyük qiymətini soruşur. Yəni 4'ü. X 4 olanda funksiyanın kiçiyi olur. Ona görə f4'ü tapırıq. 4 üstə gəl 16 böl 4. O da 4 üstə gəl 4. Cavab oldu 8. 67'də funksiyanın ən böyük qiymətini soruşur. Əvvəlcə törəməni tapaq, sıfıra bərabər edək. Bunun törəməsində nisbətin törəməsi kimi tapa bilərik. Aha. Bərabərdir 0. İndi necə tapırıq? Sürətin törəməsi 12 x-in törəməsi olur 12. Vuraq məxrəc. X kvadrat üstə gəl 9. Çıxaq. Məxrəcin törəməsi x kvadrat üstə gəl 9'un törəməsi 2x plus 0 olur. Vuraq sürət. Bölək məxrəcin kvadratı. Bərabər 0. İndi bunu həll etsək olur nə? 12x kvadrat üstə gələk 108. Çıxaq 24x kvadrat bərabərdir 0. Bu da oldu -12x kvadrat üstə gəl 108 bərabərdir 0. -12x kvadratı bərabərdir -108. X kvadratı bərabərdir 9'a. X də bərabərdir plus -3'ə. Funksiyanın ən böyük qiymətini soruşur. X-ə 3 yazsaq olur 12 vur 3. O da oldu 9 da gəl 9. Oldu 18'de 36. Cavab oldu 2. -3 yazsaq olur 12 vur -3. Məxrəcdə qaldı 9 plus 9. -36 böl 18 -2. Ən böyük qiyməti 2. Deməli, ən böyük ən kiçik qiymət deyəndə törəməni tapıb sıfıra bərabər edib aldığımız qiymətləri funksiyada yerinə yazırıq. Ümumiyyətlə bu tapşırıqları yazanda çalışın bir qeyd dəftəriniz olsun. Qeyd dəftərinə yazın onları. 68. Aha. Terminlər bir-birinə bənzəyir deyə qarışdırır uşaqlar. Deməli, belə bir funksiya verib funksiyanın ən böyük qiymətini soruşur. Yenə nisbətin törəməsi kimi tapırıq. Sürətin törəməsi Sürətin törəməsi vuraq məxrəc. Çıxaq. Məxrəcin törəməsi vuraq sürət. Bölək məxrəcin kvadratı. Törəməni tapdıq, sıfıra bərabər etdik. 24x-in törəməsi 24'dür. X kvadrat üstə gəl 16. X kvadratın törəməsi 2x plus 0 vuraq 24x. Məxrəc olsa sıfıra bərabər, çarpaz vuranda sıfıra vurulur gedir. Bunu sadələşdirəndə oldu 24x kvadratı üstə gəl 24 vur 16. Çıxaq 48x kvadratı bərabər 0. 24x kvadratdan 48x kvadratını çıxanda -24x kvadratı qaldı. Bu da bərabərdir -24 vur 16 yaza bilərik. Bunu -24'ə bölsək x kvadrat 16 alınır. X də bərabərdir müsbət -4 alınır. İndi x-in təbii ki müsbət qiymətini qoyanda ən böyük qiymət alacaq. Biz yenə dərimizi öyrəşdirik hər iki qiyməti qoyub yoxlamağı. X-ə 4 qoyanda olur 24 vur 4. 4'ün kvadratı 16 üstə gəl 16. O da oldu 32'də 24 vur 4. İndi bu da nə oldu? X çarparaq neçəyə? 8x çarparaq 4, 8'ə 3.
Bunlar da ixtisar getdi. Cavab qaldı 3. Mənfisini qoysaq. O da oldu 24 vur mənfi 4. Məxrəcə 16 üstəgəl 16. O da oldu 32'də 24 vur mənfi 4. Cavab oldu mənfi 3. Bizdən ən böyük soruşur. Cavab 3'dür. Sonra baxaq 69-cu suala. 69'da nə deyir? Deməli f(x) bərabərdir. Birincinin kvadratı, müxtəsərə görə açırıq. 4x kvadratı. Birinci, ikinci 2 misli. 2'də 1x vuraq 3 vuraq 2. Üstə gələk ikincinin kvadratı. Birinci funksiyanı sadələşdirib, sonra törəməni tapıb sıfıra bərabər edib, ən böyük ən kiçik qiymətini tapırıq parçada. Birinci sadələşdirdik. Burada hələ törəmə tapmamışdan qabaq tam sadələşdirək. Olur 4'də 1x kvadratı. Üstə gələk. Bunlar getdi, nə qaldı? 3x çıxaq 11. İndi törəməni tapıram. Olur 4'də 1 vuraq 2x üstə gəl 3. Törəməni tap sıfıra bərabər edirəm. Olur 2'də 1x üstə gəl 3 bərabər 0. 2'də 1x bərabərdir mənfi 3. X bərabərdir mənfi 6. İndi baxırıq ki, mənfi 6 qiyməti mənfi 8 və 10 parçasına daxildirmi? Baxırıq ki, daxildir. Ona görə funksiyanın özündə, törəmədə yox, özündə. Bir dəfə mənfi 6 yazırıq. Mənfi 6 yazanda olur 2'də 1 vur mənfi 6. Üstə gəl 3'ün kvadratı çıxaq 20. O da mənfi 3, 0 oldu. Cavab oldu elə mənfi 20. Sonra mənfi 8'i qoyaq, yoxlayaq. 2'də 1'i mənfi 8'e vuranda mənfi 4 üstə gəl 3'ün kvadratı çıxaq 20. O da mənfi 1'in kvadratı 1. 1'dən 20 çıxanda mənfi 19. Bir dəfə də yerinə 10 yazıram. 10 yazanda nə oldu? 2'də 1'i 10'a vurduq 5. Üstündə gəldik 3'ün kvadratı çıxaq 20. 8'in kvadratı 64. Çıxaq 20 oldu 44. Bizdən də funksiyanın ən böyük qiymətini soruşur. Bunların içərisindən böyük ədəd 44'dür. Sonra 70 də yenə oxşar sualdır. f(x) bərabərdir. 2 bölü x üstə gələk x bölü 2 üstə gəl 3 funksiyasının mənfi 4 mənfi 1 parçasında ən böyük qiymətini tapın. Yenə törəməni tapırıq. Sıfıra bərabər edirik. 2 bölü x-in törəməsi 2 böl mənfi x kvadratıdır. Nisbətin törəməsi kimi tapa bilərsiniz və yaxud da bundan əvvəlki misalda dedim bunu necə tapırıq. X bölü 2'nin törəməsi oldu 2'də 1. 3'ün törəməsi də məlum məsələdir 0. Misal 0'a bərabər etdik. Sonra mənfi 2 bölü x kvadratı mənfi 2'də 1 olur. X kvadratı 4'dür. X oldu müsbət mənfi 2. Sonra baxırıq. Mənfi 2 mənfi 4 mənfi 1 parçasına daxildirmi? Deyirik. Bəli, daxildir. Müsbət 2 mənfi 4 mənfi 1 parçasına daxildirmi? Xeyr, daxil deyil. Hansı daxildirsə, həmin onu da götürüb funksiyada yerinə yazırıq. Məsələn, f mənfi 2'ni funksiyada yerinə yazıram. Olur 2 böl mənfi 2. Mənfi 2 böl 2 üstə gəl 3. Mənfi 1 çıx 1 üstə gəl 3. Cavab oldu 1. Sonra f mənfi 1 tapırıq. F mənfi 1 tapmaq üçün 2 böl mənfi 1. Mənfi 2'də 1 üstə gəl 3. Cavab oldu 1 çıxaq 2'də 1 oldu 2'də 1. Sonra bir də f mənfi 4'ü tapırıq. 2'ni mənfi 4'e böləndə mənfi 2. Mənfi 4'ü 2'ye böləndə 2. Üstə gəl 3. O da 1 çıxaq 2'də 1. Cavab oldu 2'də 1. Bu aralığa daxil olan ən böyük ədəd tap deyəndə cavab 3'ü götürürük. 3 yox, daha doğrusu 3 deyirəm. 1'i götürürük. 71-ci suala baxaq. Y bərabərdir. 313x çıxaq 72 sinus x üstə gələk 12. İndi biz ən böyük ən kiçik qiymət necə tapırdıq parçada? Törəməni tapıb sıfıra bərabər edirik. 313x-in törəməsi olur 313. 72 sinus x-in törəməsi olur 72 kosinus x. 12'in törəməsi də 0'dır. Bunu da sadələşdirsək olur 72 kosinus x bərabərdir 313. Baxanda görürük ki 313'ü 72'ye böləndə 1'dən böyük qiymət alınır. Kosinusda 1'dən böyük qiymət alınır. Bu boş çoxluqdur. Deməli biz bu tənliyi yalnız mənfi pi bölü 2 və 0 parçasına yoxlayırıq. Y mənfi pi bölü 2 olsa olur 313 vuraq mənfi pi bölü 2. Çıxaq 72 vur sinus mənfi pi bölü 2.
Üstə gəl 12. Bunda sinus olur deməli nə? Mənfi 313 pi bölü 2 üstə gələk 72 üstə gələk 12. Niyə üstə gələk oldu? Çünki sinus mənfini qarşıya keçirdir. 90'da da 1 alır. Buradan da alındı mənfi 313 pi bölü 2 üstə gəl 84. İndi biz nə edirik? Təqribən cavab alarıq buradan. Çünki pinin təqribən yerinə 3 qoysaq, 313'ü 3'ə vursaq, olur mənfi 939 bölü 2 üstə gəl 84. 939'u da deməli biz bölürük 2'yə. Buradan alınır nə? Mənfi 469,2, 9,5 üstə gələk 84. Mənfi bundan da elə bil böyükdən kiçiyə çıxanda alınır cavab mənfi 385,5. Neyse. Bir de 0 yazaq. F(y)0. 0 yazanda 313'ü vururuq 0'a. 72 sinus 0. Bir de üstə gəl 12. Onsuz da bu hissə 0'dır. Sinus 0'da 0 alır 0'dır. Cavab oldu 12. Bizdən də parçanın ən böyük qiymətini soruşur. Birinci kök mənfidir. Amma bizdən böyüyü soruşduğuna görə biz ikinci kökü götürürük. Cavab olur 12 ən böyük qiymət. 72. Eyni sualdır yenə. Burada biz törəməni tapsaq, olur 124 çıxaq 14 vur kosinus x. Üstə gəl 0. Törəməni 0'a bərabər etsək, alarıq 14 kosinus x bərabərdir mənfi 124. Buradan da kosinus x bərabərdir 124'ü 14'ə böləndə birdən böyük qiymət düşür. Ona görə bu tənliyi həll etmirik, boş çoxluğudur. İkinci yerinə mənfi pi bölmə 2 qoyuruq. 124'ü yazırıq, mənfi pi bölü 2'yə vururuq. Çıxaq 14 vuraq, sinus mənfi pi bölü 2. Üstə gəl 13. Bu da olur mənfi 124 pi bölü 2. Üstə gəl 14, üstə gəl 13. Bu da mənfi 124 pi bölü 2. Üstə gəl 27. Bu da pinin yerini 3 qoyub təqribən yoxlasız mənfi cavab alırsınız 0'dan kiçik. Bir dəfə də 0 qoyaq yoxlayaq. Olur 124 vur 0. 14 vur sinus 0. Üstə gəl 13. Bu hissə 0 oldu. Burada 0 oldu. Onsuz da bizdən ən böyük qiymət soruşurdu. Cavab 13. Ən kiçik soruşsa birinci aldığımız cavabı götürərdik. 73. Deyir funksiyasının böhran nöqtəsinin olması üçün A parametrin ala biləcəyi natural qiymətlər tapın. Böhran nöqtəsi törəmənin 0'a bərabər olduğu qiymətdir. O da oldu 3'də 1 vur 3x kvadratı. Üstə gələk A minus 5. Çünki x'in törəməsi 1'dir. Bunu 0'a bərabər edirəm. Buradan alınır x kvadrat üstə gəl A minus 5 bərabərdir 0. Bunu yaza bilərik x kvadratı bərabərdir mənfi A üstə gəl 5. Bu da olur x kvadratı bərabərdir 5 çıx A. Biz bilirik ki x kvadratının alınan qiymət ya 0 olur ya da 0'dan böyük qiymətlər olur. Ona görə 5 çıxaq A-nın qiymətini böyük bərabər 0 götürürük. Mənfi A böyük bərabərdir mənfi 5'dən. A da kiçik bərabərdir 5'dən. İndi biz 5'dən kiçik qiymətlər qoymalıyıq ki, bu ifadənin qiymətini ödəsin. 5'dən kiçik ədədlərin cəmini soruşur. 5'dən kiçik natural ədədlər deyir. 5'dən kiçik natural ədəd 1, 2, 3, 4 bərabərlik vardır 5'in özünü götürürük. Bunların da cəmi oldu deməli 15. 74-cü suala baxaq. Deməli bizə funksiya verib fx bərabərdir n çıx 7 vur x kubu çıxaq 4x kvadratı üstə gəl 9x funksiyasının minimum və maksimum nöqtələri uyğun olaraq A və B-dir. A kiçikdir B, n parametrinin ala biləcəyi natural qiymətlərin cəmini tapın. Biz bilirik ki, funksiyanın maksimum və minimum nöqtəsini tapmaq üçün törəməni 0'a bərabər etməliyik. Olur 3m çıx 7 vur x kvadratı, x kubun törəməsi 3x kvadrat oradan alındı. Çıxaq 8x üstə gəl 9 bərabərdir 0. Biz bir dənə kvadrat tənliyi aldıq və deyir ki, bunun maksimum və minimum nöqtələri A və B-dir. Deməli, bu kvadrat tənliyin 2 müxtəlif kökü var ki, köklərindən biri A, digəri isə B olub. Kvadrat tənliyində o zaman 2 müxtəlif kökü var ki, diskriminant 0'a bərabərdir, 0'dan böyükdür. Bu da olur 64 çıxaq. 4 vur 3 vur 9. Deməli, vuraq m çıx 7. Böyükdür 0'dan. Buradan da oldu 64 çıxaq. Demək 9 4'ə vurduq 36. 36'ını da 3'ə vuranda 108.
M çıx 7 böyükdür 0-dan. Bunu sadələşdirə də bilərik, belə də yaza bilərik. Mənfi 108 M çıx 7 böyükdür mənfi 64. Mənfi işarəni dəyişsək, olur nə? M çıx 7 kiçikdir mənfi 64'ü mənfi 108'e böləndə olur 108'də 64. Buradan demi tapanda M kiçikdir 7 üstə gəl 108'də 64. Buradan da alınır M kiçikdir 7 tam 108'də 64. M'in qiymətləri 7-dən kiçik ədədlərdir. Oldu 7 tam 108'də 64'dən kiçik ədədlərdir. Ondan da kiçik ədədlər 1, 2, 3, 4, 5, 6, 7 olur. Biz bunun içərisindən baxırıq ki 7'ni götürmürük. Niyə? Biz 7'ni götürsək, M-ə 7 qiymət desək, funksiyamız belə olar. Fx bərabərdir. M 7 olsa bu sıfıra gedər. Qalar mənfi 4x kvadrat üstə gəl 9x. Bu kvadratik funksiyadır. Kvadratik funksiyada biz bilirik ki, ya minimum nöqtəsi olur, ya maksimum nöqtəsi olur. Həm minimum, həm maksimumu olmur. Ona görə də M 7 olmaz. Cavab oldu 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4 üstə gəl, 5 üstə gəl, 6. Buradan da alınır. Deməli 1 üstə gəl 2 oldu 3, üstünə 3, 6, 10, 21. 75-ci suala baxaq. Deməli birincidə deyir ki, fx bərabərdir. Onluq loqaritm x kvadratı çıxaq 7x. Böhran nöqtəsi törəmənin sıfıra bərabər olduğu nöqtədir. Hələ bunun böhran nöqtəsini tapmıram. Gəl ikinci varianta baxaq. Mənfi sonsuzluqdan sıfıra, 7-dən müsbət sonsuzluğa bunun təyin oblasıdır. Biz təyin obası loqaritmanın altını sıfırdan böyük götürüb yoxlayırıq. X ortaq vuruq çıxartıq. X çıxaq 7 böyük sıfırdan. X böyük sıfırdan. X da böyükdür 7-dən. Ədəd oxunda 0, 7'ni götürsək, bu da qiymətləri funksiyada yeni yazanda olur müsbət, mənfi, müsbət. İşarəmiz sıfırdan böyükdür deyə müsbətləri götürdük. Buradan da olur mənfi sonsuzluqdan sıfıra, birləşmə 7'dən müsbət sonsuzluğa. Bunun təyin oblasıdır. Birinciyə uyğun oldu B. İkincidə fx bərabərdir. Mənfi modulda 4x çıxaq 8. Gəlin bunun qrafikini quraq. Funksiyanın. Bu x, bu da y olsun. Deməli biz bunu sıfıra bərabər edirik. Təpə nöqtəsinin koordinatını tapaq. X oldu 2. X 2-dirsə, bunun qolları aşağıya doğru olur. Çünki qarşısı mənfidir. Elə x-in 2 qiyməti bunun böhran nöqtəsidir. Çünki biz buradan istədiyimiz qədər toxunan çəkə bilərik. X2 bunun böhran nöqtəsidir. A variantı. Ümumiyyətlə biz deyirik ki, modulun böhran nöqtəsini törəməsini tapanda o modulu sıfıra bərabər götürək. İndi bunun artma-azalma aralığına baxaq. Qrafikimizə baxırıq, bura 2-dir. Mənfi sonsuzluqdan 2-yə qədər qrafik artır. Mənfi sonsuzluqdan 2-yə qədər artır. 2-dən müsbət sonsuzluğa azalır. Ona görə elə buna həm A, həm də D uyğundur. Burada qaldı 3-cü. Y bərabərdir, ya da fx bərabərdir. 7 üstü x. Bu da üslü funksiyadır. Yəni A-nın qiyməti 1-dən böyükdür. Yəni 7 1-dən böyük olduğuna görə bu elə bütün ədəd oxunda artan funksiyadır. Bunda qrafiki belə olurdu. Yetmiş altı. Birinciyə baxaq. Fx bərabərdir. Deməli, mənfi x üstü 5 çıxaq 6x. Funksiyasının böhran nöqtələrini soruşur. Bir də artma-azalma aralığı. Bu funksiyanın böhran nöqtəsini tapaq. Törəməni tapaq sıfıra bərabər götürək. Mənfi 5x üstü 4 çıxaq 6 bərabərdir 0. Burada nə oldu? Mənfi 5x üstü 4 bərabərdir 6. X-in üstü 4 bərabərdir mənfi 6 böl 5. Cüt dərəcədə mənfi olmaz tənliyin kökü. Bu tənliyin kökü yoxdur. Deməli bunun böhran nöqtəsi yoxdur. 1-ə uyğundur C. İkinciyə baxaq. Fx bərabərdir. Mənfi x üstü 4 üstə gəl 6. İndi bunun böhran nöqtəsini tapaq. Bu olur nə? Mənfi 4x kubu üstə gəl 0 bərabər 0-a. Mənfi 4x kubu bərabər 0-a. X kubu bərabər 0-a. X bərabərdir 0-a. Bunun bir böhran nöqtəsi var A. Sonra üçüncü funksiyanın böhran nöqtəsini tapaq. Deməli f(x) bərabərdə olur nə? 3x-in kvadratı çıxaq 12 bərabərdir 0. Bu da oldu 3x-in kvadratı bərabərdir 12. X-in kvadratı bərabər 4. X də bərabərdir müsbət mənfi 2. İndi artma-azalma aralıqlarına baxaq. Burada deyir ki, funksiya mənfi sonsuzluqdan müsbət sonsuzluğa azalır. Bu birinci tənliyə uyğundur.
Çünki tək dərəcədəndir və qarşısı mənfidir. X-a istənilən qiymət qoysaq, qiymət mənfi olur, yəni həmişə azalan funksiya olur. Y variantı da, yəni x kubun əmsalı müsbətdir. Üçüncüdə Y variantı üçüncü uyğundur. Niyə? Çünki burada x-in istənilən qiymətində bu x kubun qarşısı müsbət olduğuna görə müsbət qiymət alacaq. Ona görə istənilən qiymətində bu funksiya artan funksiya olacaq. 77. Deməli, birinciyə baxaq. Y bərabərdir x. Bu bir məlum məsələdir ki, xətti funksiyadır. Koordinat başlanğıcdan keçən düz xəttir. Burada da k-nın qiyməti 1-ə bərabərdir. Bucaq əmsalı 1-ə bərabərdir. İndi bizə deyir ki, qrafikə çəkilən nöqtədə, istənilən nöqtədə çəkilən toxunanın bucaq əmsalı 1-dir. Biz də bilirik ki, çəkilən deməli, funksiyanın törəməsi ilə bucaq əmsalına bərabərdir. Ona görə cavab belə burada A-ya uyğundur. Sonra ikinci. Y bərabərdir mənfi 1 bölü x funksiyası. İndi görə burada nədir? Bunun törəməsini tapsaq biz, bu olur mənfi x-in üstü mənfi 1. X üstü n üstünə görə yazsaq mənfi 1 x-in üstü mənfi 1 çıx 1. O da olur 1 vuraq x-in üstü mənfi 2. O da 1 böl x-in kvadratı D variantı törəməsi. Üçüncüdə y bərabərdir mənfi x kvadratı funksiyasına baxaq. Gəlin bunun artma azalma aralığını müəyyən edək. Biz deyir ki, artma aralığı törəmənin sıfırdan böyük aralıqdır, olduğu aralıqdır. Bu olur mənfi 2x böyük sıfırdan, x kiçikdir sıfırdan. Sıfırdan kiçikdir artma aralığı, sıfır başlanğıc nöqtədir, sıfırda götürürük. Cavab olur mənfi sonsuzdan sıfıra. Bu bunun artma aralığı olur. Azalma aralığı törəmənin sıfırdan kiçik olduğu aralıqdır. Mənfi 2x kiçikdir sıfırdan, x böyükdür sıfırdan. Ona görə burada da olur, sıfırdan böyük olur artma aralığı. Biz də buradan sıfır müsbət sonsuzluğu götürürük. Sıfır niyə daxil götürürük? Çünki başlanğıc nöqtəsidir. Üçüncüyə də uyğun oldu B. 78. Birinciyə baxaq. Y bərabərdir 2x funksiyası xətti funksiyadır. Bu xətti funksiyada burada bucaq əmsalı k2-yə bərabərdir. Bizə də deyir ki, C variantında qrafikinə istənilən nöqtədə çəkilən toxunanın bucaq əmsalı 2-dir. Biz də bilirik ki, həmin funksiyanın törəməsi ilə k-ya bərabərdir. K da 2-dir. C variantı. Sonra bunun artma azalması müəyyən edə bilmirik. Yəni törəməsi 2 olur. İkinciyə baxaq. İndi bizə y bərabərdir 2 böl x funksiyası verib. Bunun gəlin törəməsini tapaq. Nisbətin törəməsini də tapa bilərik. Və yaxud bunu bir dəfəlik yadımızda saxlayaq ki, 1 bölü x-in törəməsi mənfi 1 bölü x kvadratıdır. Bundan əvvəlki tapşırıqlarda izahını vermişdim. Bu da olur 2 bölü mənfi x kvadratı. Yəni bunu x üstü mənfi 1 kimi yazıb, sonra x üstü n-in törəməsindən istifadə edərək tapırıq. Aha. Oldu, deməli D variantı. B heç birinə uyğun deyil. Deməli, bu getdi, bu da getdi, bu da uyğun deyil. Qaldı A və Y. Üçüncünün artma azalması müəyyən edək. Biz bilirik ki, artma aralığı törəmənin sıfırdan böyük olduğu aralıqdır. X kvadratın törəməsi 2x sıfırdan böyükdür. Bu x böyükdür sıfırdan. Deməli, bu sıfır müsbət sonsuzluqda artır. Artma aralığı sıfırdan müsbət sonsuzluğadır. Amma başlanğıc nöqtə kimi sıfırı daxil edirik. Ona görə azalma aralığı da 2x kiçikdir sıfırdan, x da kiçikdir sıfırdan. Bu da mənfi sonsuzdan sıfıra azalır olacaq. Bu da sıfırdan müsbət sonsuzluğa artır. Deməli, buna da uyğundur A. 79. N parametrinin hansı qiymətində funksiyası bütün ədəd-oxunda artandır. Funksiyanın hər yerdə artmaq üçün törəmə heç vaxt mənfi olmamalıdır. Ya 0 olmalıdır, ya da sıfırdan böyük olmalıdır. Ona görə biz bunu böyük bərabər 0 götürürük. Olur 3x kvadrat üstə gələk 2mx üstə gəl 12 böyük bərabərdir 0. Bu kvadratik tənlik heç vaxtı mənfi olmamalıdır və x oxunu kəsməməlidir. Kvadrat ifadə hər yerdə müsbət olsun deyə biz bunun diskriminantı sıfırdan kiçik bərabər götürməliyik. O da olur 4m kvadratı çıxaq, 4 vur 3 vur 12 kiçik bərabər sıfırdan. 4m kvadratı kiçik bərabərdir 144, m kvadratı kiçik bərabərdir 36, m də kiçik bərabərdir plus minus 6. Bu da oldu mənfi 6, müsbət 6 aralığı
Plus minus plus işarəmiz kiçikdir. Cavab oldu -6-dan 6-ya. Deməli, özümüz üçün qeyd götürürük. Əgər funksiya artandırsa, törəməni böyük bərabər 0 götürürük. Əgər aldığımız törəmə kvadratik bir funksiyası, kvadratik bir tənlikdirsə, orada diskriminant 0-dan kiçik bərabər olmalıdır ki, bütün ədoxunda artsın. 80 oxşar sualdır. Yine bunun törəməsini tapırıq. Funksiyanın artan olması üçün törəmə böyük bərabər 0 olmalıdır. O da oldu 6x kvadratı çıxaq 2mx üstəgəl 6. İndi bu da böyük bərabərdir 0. Funksiyanın bütün ədoxunda artması üçün diskriminant kiçik bərabər 0 olmalıdır. Çünki a-nın qiyməti 0-dan böyükdür. Bunun diskriminantı da oldu 4m kvadratı çıxaq 4 vur 6 vur 6. Kiçik bərabər 0. 4m kvadratı kiçikdir 4 vur 6 vur 6. 4'lər getdi. M kvadratı kiçik bərabərdir 36. M də kiçik bərabərdir müsbət -6. Yenə o da -6-dan 6'ya qədər olur. 81. Deməli, x bərabərdir 3 nöqtəsi bu funksiyanın ekstrem nöqtəsidir. Funksiyanın ekstrem nöqtəsini tapmaq üçün törəməni tapıb 0-a bərabər edirik. İndi bunun törəməsini 0-a bərabər edək. Olur 3x kvadratı üstə gələk m vuraq 2x üstə gəl 3 bərabərdir 0. X-i 3 qoyaq. 3 vur 9 üstə gəl 2m vur 3 üstə gəl 3 bərabər 0. Çünki bu ifadəni 0-a bərabər edən qiymət ekstrem nöqtəsidir. 6m üstə gəl 3 üstə gəl 27 bərabərdir 0. 6m bərabərdir -30. M də bərabərdir -5. 82. Yine ekstremumu 2-dirsə törəməni tapıb 0-a bərabər edirik. 3x kvadrat çıxaq 2mx çıxaq 8 bərabər 0. O da 3 vur 4 çıxaq 2m vur 2 çıxaq 8 bərabər 0. 12 çıxaq 4m çıxaq 8 bərabər 0. 4 bərabərdir 4m. M də bərabərdir 1-ə. 83-cü sonuncu sualın izahına baxaq. Deyir m'in hansı qiymətində x bərabərdir -1 nöqtəsi funksiyasının böhran nöqtəsi olar. Biz bilirik ki, böhran nöqtəsi törəmənin 0-a bərabər olduğu nöqtədir. Bu funksiyanın törəməsini tapıb 0-a bərabər edək. O da x kvadratı çıxaq mx üstə gəl 8 bölə x minus 2. Məlum məsələdir ki, biz bunun törəməsini tapmaq üçün kəsirin nisbətin törəməsini istifadə edəcəyik. Sürətin törəməsi 2x çıxaq m. Vuraq məxrəc x çıxaq 2. Çıxaq məxrəcin törəməsi 1 çıx 0. Vuraq sürət x kvadrat çıxaq mx üstə gəl 8. Məxrəcin kvadratı x çıxaq 2-nin kvadratı bərabərdir 0. İndi bunu sadələşdirəndə olur nə? 2m çıx, daha doğrusu gəlin belə yazaq. Bunu çarpaz vursaq məxrəc 0-a gedər. Qalır 2x çıxaq m, x çıxaq 2, çıxaq x kvadratı çıxaq mx üstə gəl 8 bərabərdir 0-a. X-in yerinə -1 yazsaq, -2 çıxaq m, -1 çıxaq 2. O da 1 üstə gəl m üstə gəl 8 bərabərdir 0. -3 oldu. -3-ə vurub açanda oldu 6 üstə gəl 3m çıxaq 9 çıxaq m bərabərdir 0. Bunlar çıxanda qaldı nə? 2m bərabərdir 3, m də bərabərdir 1,5. 83 sonuncu sualdır. Sağ olun, salamat qalın.